Salam uşaqlar, daha bir məsələnin izahına baxaq. Sual 21. Deməli, sual 21-də bizə deyilir ki, mis və kükürt qarışığı qızdırılır və mis isə əmələ gəlir. Və bildirilir ki, mis 12,8 qramdır, kükürt isə 8 qramdır. Misin öz kütləsi 64 qram, kükürt isə 32 qramdır. Əgər sizə başlanğıc maddələrin ikisinin də qramı, molu, kütləsi, həcmi verilərsə, məsələni az olana görə işləyirsiniz. Yəni 12,8 64-ə bölürsünüz, neçə eləyir? 0,2. 8 32-yə bölündə nə qədər eləyir? Təqrib o da 0,25. Hansı daha kiçikdir soruşsam, əlbəttə 0,2-ni deyərsiniz, elə deyilmi? Deməli, məsələni az olana görə işləyəcək. Az olan hansı oldu? 0,2 olan mis oldu. Deməli, çox olan hansı olacaq? 0,25 olan kükürt olacaq. Deməli, biz məsələni az olana görə işləyəcək. Deməli, çox olan artıq qalacaq. Yəni, kükürdün 8 qramından, deyək, 8 qram kükürddən artıq qalacaq. 8-i buradan silək, yerinə x yazaq, tənasibi quraq. 64 qrama misə 32 qram kükürt düşürsə, bəs 12,8-ə nə qədər düşür? X düşür. X-imiz burada 6,4-dür. Bu deməkdir ki, 8 qramın 6,4 qramı sərf olunub, yerdə qalıb 1,6 qram kükürt artıq. Bəs misesi biz nəyə görə salırıq? Misesi tam sərf olunana görə işləyirik. Misesin kütləsi 96'dır. Tam sərf olunan hansı idi burada? Mis idi. Yəni az olan mis idi. 64'ə 96 qram düşürsə, bəs 12,8-ə nə qədər düşəcək? X-imiz bərabərdir. Eləyəcək burada 0,2 vuranda 2, 9, 2, 19,2 qram. Yenə təkrar edirəm. Məsələni az olana görə işləyirik. Çox olandan artıq qalır. Məhsul isə az olana görə işləyirik. Az olan isə tam sərf olunan deməkdir. Yəni, sən burada misi, baxın, belə çəkə bilərsiniz. Baxın, tam bitdi. Burada mis belə göstərilir, amma kükürt belə göstərilir. Baxın, bu kükürtdür, bu misdir. Yəni, kükürtdən artıq qalır, misdən isə tam sərf olunur.